Salam qrup üzvləri, şöbə sədrləri, hamınızı salamlayıram, şəhid ailələri. Allah sizləri qorusun. Dünənki tədbirimiz də keçdi. Allah cəm şəhidlərə rəhmət eləsin. Bu günləri bizim gözəl qardaş oğlumuz, gözəl balamız, bizim şəhidimiz Osman Xəlilovun adını daşıyan Osman Xəlilov əmisinin anım günüdür. Bu günləri doğrudan da Mərdlər diyarı Laçından olan, Laçında doğaya başa çatmış Osman qardaşımız 1992-ci il döyüşləridir. Yox, daha 88-dən Topxana meşələri vaxtından öz döyüşlərə atılmış Osman qardaşımız qəhrəmancasına həlak olmuşdur. Bu günləri biz çox şadıq ki, həmin Osman qardaşımızın adını daşıyan Osman Xəlili bu günləri bizim cəmiyyətimizdə mətbuat xidmətinin sədr müavini işləyir. Canla, başla vətəninə, xalqına sədaqətini bildirən gözəl gəncimizdir. İnşallah biz də əlimizdən nə gəlir onunla hərəkət edərik. Osman qardaşım, ailəvizə, uşaqlara, bütün tanıdıqlarıma, qohumlara, kəndi və qovşu kəndinə, mənim orada dostlarım da var. Allahdan səbir diləyirik sizlərə. Allah cəm şəhidlərə rəhmət eləsin, qardaşımız olmanlar. İnşallah vaxt olar, bunun da bir tədbirini keçirdərik. Mən sənə söz verirəm. İnşallah harada yerin rahatdırsa deyərsən, o rayonda, ya Mingəçevirdə, ya Laçında bir fikirləşib, yaxın ərzdə bir tədbir təşkil edərik. Sağ olun, var olun, əzizlərim. Allah sizləri qorusun.